Bu ayəni o hər şeyə şirk deyənlərə deyərsiniz. Deyir, şirk. Allah deyir Quranda din olaraq ki, 2 dənə dağa təzim edin deyir. Deyir, kim Allahın əlamətlərinə, nişanələrinə hörmət eləsə, təzim eləsə, bu əlamətdir ki, ürəyində təqva var. Bu təqvanın ali dərəcəsidir, qəlb təqvasıdır. Allahın nişanələrinə hörmət eləsə. Allahın nişanəsi nədir? Elə Quran dili ilə cavab verək. İnnəs-səfa vəl-mərvə min şairillah. 2 dağa misal çəkir Allah. Deyir, Səfa dağı, Mərvə dağı. Həccdədir bunlar. Kəbənin yanında. Bu 2 dağ Allahın nişanəsidir. Yəni deməli bu dağlara təzim təqva əlamətidir. Bu ayəni o hər şeyə şirk deyənlərə deyərsiniz. Deyir, şirk. Allah deyir Quranda din olaraq ki, 2 dənə dağa təzim edin deyir. Dağa ehtiram edin, təzim edin. Hardan götürdü? Kim deyir Allahın nişanələrinə təzim etsə bu qəlb təqvasının əlamətidir. Bu yandan da deyir İnnəs-səfa vəl-mərvə. Deyirsən axı ancaq Allahadır təzim. Allah deyir dağa da təzim eləsən bu qəlb təqvasının əlamətidir. Yaxşı, dağa təzim nəyə görə lazımdır? Dağ niyə dəyər tapıb? Dağın torpağı ilə o dağın başqa dağların torpağında nə fərq var? O dağ da sən demə Allahın övliyalarının qədəmi dəydiyinə görə dəyər tapıb. Görün Allahın övliyasına ehtiram nə qədər mühümdür ki, Hacər, İsmail, İbrahim əleyhissalam bunların ayağı dəydiyi dağa da deyir təzim elə və bu qəlb təqvasının əlamətidir.